Hər vaxtınız xeyir olsun. Mən Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Kanalımıza abunə olub bəyənməyinizi xahiş edirəm. Dünən dostlar mənə bir video atdılar. Açığını deyim, səhərdən axşama qədər gülmüşəm. İzləyicilər elə düşünəcək ki, yəqin ki, Parni iz Baku bu şəhərdə və ya komedixananın hansısa bir səhnəsini atıblar. Yox. Deputat Günay Ağamalının son çıxışını atıblar. Vallah, elə bəzi ictimai xadim və məmurlar olan cəmiyyətdə komediya teatrlarına ehtiyac yoxdur. Biri çıxır deyir ki, sən də mənim kimi oxuyaydın, ali savad alaydın, mənim kimi 5-6 min alaydın. Biri çıxıb Molotov kokteylinə Molotov kotleti deyir. Biri deyir suyun ölçü vahidi vedrədir. Heç uzağa getməyək. Günay Ağamalının 5-6 min manat maaş alan rəhmətli atası demişdi ki, mənim evimə 1 kilo cilas almağa imkanım yoxdur. İndi də 5-6 min manat maaş alıb evə 1 kilo cilos ala bilməyən mərhum Fəzail Ağamalının qızı deyir ki, tək adamın işləməsi 8 yaşlı uşaqlı olan ailə yetərlidir. Uşaq pulu tənbəllik yaradır. Vallahi gülməmək mümkün deyil. Milli Məclisdə dəyərli millət vəkillərimiz var. Amma Günay Ağamalı və bəzilərinə üz tuturam. Qadanız alın. Danışmayın. Qurban olum, ağzınızı açmayın. Sakitcə oturun o 5 il kresloda. Nə qanun qəbul etsələr, başınız çıxsa əl qaldırın. Başınız çıxmasa da sağa sola baxın görün. Hansı təklifə çox əl qaldıran varsa, siz də o təklifə əl qaldırın. Maaşlarınızı alın, gününüzü keçirin, balalarınızı dolandırın. Amma qurban olun, ağzınızı açmayın, danışmayın. Onsuz da sizdən öhdəlik gözləyən yoxdur. Bari dinməyin. Əşi jurnalistdir, sual verir, deyin ki, mənlik deyil, ötüşdürün. Danışdıqca millətin vəkili adını ucuzlaşdırıb heç indirirsiniz axı. Biz xalq olaraq öz qanunvericilik kimi orqanımızı sizə həvalə etmişik. Elə bəlkə də sizə həvalə etdiyimizə görədir deyə başımıza gəlməyən qalmır. Qılçalarını aralasan cərmə, qışqırsan cərmə, ora cərmə, bura cərmə. Sizin ucbatınızdandır bəlkə də. Heç olmasa danışmayın. İlk iclasda prezidentimizin çıxışı zamanı necə yatmışdınızsa, indi də elə yatın. Hələ 3 ildə vaxtınız var da, rahat yatın. 35 ildir müstəqillik. Son 5-10 ili nəzərə almasa, heç uşaq pulu əvvəl yada düşürdümü? Bəs necə oldu son 5-10 ildə bu məsələ aktuallaşdı? Necə oldu? Deyimmi? Bir nəfər çıxdı özünü xalqın gözünə soxmaq üçün uşaq pulu sözünü atdı ortaya. Sizin kimi bəzi vəkillər də əsaslı arqument gətirə bilmədiniz. Kiməsə xoş gəlmək üçün bu məsələni qeyri-ciddiyə aldınız. Nəticəsi də bu. Səyyad Aranla bağlı mövzumdan sonra tədbirlərin birində dəyərli millət vəkillərimizdən biri zarafatla gülərək mənə dedi. Ay Rayət müəllim, nə istəyirsən, sən biz deputatlardan? Dedim, çox şey istəyirəm. Millətimin vəkilindən, xalqımın deputatından, özüm üçün heç nə istəmirəm. Amma cəmiyyət üçün çox gözləntim var. Seçki qabağı bizi az qala yağbal içində yaşadacağınıza söz vermişdiniz. Daima seçicilərin yanında olacağınızı bildirmişdiniz. Durun da sözünüzdə. Olun da. İnanın Allaha. Bu sözləri, yəni 8 yaşadək uşağa tək atanın işləməsi yetərlidir belə bir ailəyə və ya uşaq pulu verilsə tənbəllik yaranar sözlərini hansısa bir həkim, ekspert, müəllim və ya satıcı desəydi, mən heç ağzımı açmazdım. Adi adam desəydi gülüb keçərdim. Amma dəhşətlisi budur ki, bunu deyən millətimin vəkilidir. Adamı yandıran da elə odur da. Uşaq pulu verilsə insanlar tənbəlləşər nə deməkdir? Əzizim, uşaq pulu verilsə ki, nə qədər veriləcək ki? Nə qədər veriləcək ki, millət tənbəlləşsin?
maksimum hər uşağa 50 manatdan artıq verilməyəcək ki. Mən aldığım 80 manat veteran pulundan da artıq olmayacaq ki. İndi çox uşaqlı ailələr onsuz da azdır. Ən çox da 2 uşaqlı ailələr var. Qoy olsun hər uşağa 50 manatdan cəmi 100 manat. 100 manat nə puldur ki, bir toya salmağa, bir günlük ərzağa da bəs etmir. O pulla kim tənbəlləşə bilər ki? Qurban olun, biraz obyektiv olun da. Ya dediyim kimi danışmayın, ya da danışırsınızsa heç olmasa bir balaca obyektiv olun. İstəyirsiniz özünüzü aktiv deputat kimi aparasınız, növbəti seçkilərdə də yenə yaşıl işıq yansın sizə, olsun, edin. Amma cəmiyyətin əsəblərinə toxunursunuz axı. Allaha and olsun deyirəm, sizin bu çıxışınız hökumətə də xoş gəlmir. Milli Məclis rəhbərliyinə də xoş gəlmir. Heç öz partiyadaşlarınıza da xoş gəlmir. Sadəcə olaraq sizə demirlər, Günay xanım. Bu danışıq deputat danışığı deyil, qadanız alım. Görün nə vəziyyətdir ki, sizin sözünüzə verilişin aparıcısı özünü saxlaya bilməyib şaqqanaq çəkib gülür. Barı siz də yalandan güləydiniz, hamı elə bilərdi ki, zarafat edirsiniz. İncəsənət Universitetin aktyorluq sənətini bitirənlər belə sizin qədər peşəkarcasına belə yalan danışmadı. Özünüz bilə-bilə danışdınız yalanı. Qadanız alıb, bundan sonra danışmayın. Cəmaatın heysiyyatına toxunmayın. Mən sizdən də yaxşı deputat olaram, əgər deputatlıq belə yalan danışmaqdırsa. Hardadır bəs ədalət? Bizi o səviyyə gətirmişsiniz ki, biz artıq sizlərdən ədalət gözləmirik, mərhəmət gözləyirik, mərhəmət. Bizə rəhminiz gəlsin, vallah bizə rəhminiz gəlsin. Siz ekrandan düz Azərbaycan cəmiyyətinin gözlərinin içinə baxa-baxa elə yalan danışdınız ki, xalq şairi mərhum Səməd Vurğundan soruşurlar ki, dünyada ən dəhşətli nədir? Səməd Vurğun deyir, dünyada ən ağır və dəhşətli hal, biri sənin gözlərinin içinə baxa-baxa yalan danışa, sən də qorxundan başınla o yalanı təsdiq edəsən. Bax, dünyada ən dəhşətli hal budur. Allah sizin də köməyiniz olsun, Günay xanım. Dünən bir QHT nümayəndəsi efirə çıxıb deyir ki, ailələr dağılır, boşanmalar baş alıb gedir. Ay aman qoymayın, mentalitetimiz zədələnir, dağılır. Dövlət təşkilatları bu işə qarışın, nə bilim nə, həyəcan təbili salınmalıdır, falan filan. Özünüzü niyə cırıb dağıdırsınız ki, səbəbini bilmirsiniz? Çünki Azərbaycanda ailələr yalan, saxtakarlıq və mənfəət üzərində qurulur. Əsl məhəbbət üzərində qurulan, saf sevgidən qaynaqlanan ailələr son zamanlar demək olar yox kimidir. Oğul evləndirən ata, çörəyi niyə başqasına vermə, elə özümünkü yesin deyib, uzaq qohumdan bir qız alır. Yaxın qohuma indi icazə yox. Qız ərə verən, oğlanın evi, maşını, bağı filan varmı? Qızımı az yalavazın birinə niyə verim ki? Sabah gəlib evimdə payıma şərik olsun anlayışında olur. Oğlan nişanlısının figurasına, iş və nazına baxıb, gələcək ailənin məsuliyyətindən çox, toydan bir neçə gün sonra baş tutacaq bal ayının həzzini düşünür. Qız ilk növbədə yaraşıqlı nişanlısını nümayiş etdirib, rəfiqələrinə gözdağı vermək planındadır. Klassik təfəkkürlülər də deyir ki, şərt qoyur ki, mən mobil telefonu olmayan qız almalıyam. Belə bir qız da olmadığı üçün həmin oğlan yaşı ötdükdən sonra məcburan əvvəllər yenə evdə qalan xalası, bibisi qızını alardı. İndi də heç o da artıq qadağadır. Qalır ortada. Nəysə, uzun mövzudur bu. Sonra başqa bir yalan, əsl məzhəkə şou başlayır. Elçilik. Əslində arvadların düzüb qoşduğu hər şeyin hazır olduğu yerdə
bir ağsaqqal tamaşası qurulur. Havadan, sudan, günəşdən, suyun, qazın tez-tez kəsilmə söhbətlərindən sonra güya mətləbə keçirlər. Sizdə bir gül var, bizdə bir bülbül. Bizdəki bülbül sizdəki gülə qonmaq istəyir. Qız ağsaqqalda güya azacıq fikirləşir və deyir: qız nə desə odur. Dünən qonşu blokda oğlanla qucaqlaşarkən sakinlər tərəfindən qovulan qız güya utanır. Xumarlanaraq gözlərini süzdürür, dodaqlarından bu kəlmə çıxır: ağsaqqallarım nə məsləhət görsə odur. Güya ağsaqqal yox desə bu iş alınmayacaq. Ağsaqqal da düzülüb qoşulan bu senaryoda özünü müsbət obrazda canlandırmaq üçün ucadan deyir: şirin çaylar gəlsin, ura, Allah mübarək eləsin, ay oğul xoşbəxt ol, ay qızım qaynata qaynana qulluğunda dur ha, haray. Qız atası şəslə, aqilcəsinə: qızım, getdiyin evdən bu evə ancaq sənin tabutun gələ bilər. Sanki sabah bir problem çıxanda: ay qız, bu danqalağa nəyə ərə getmirsən? Qayıt gəl evimizdə otur deməyəcək. Elçilər gedən kimi ana nəsihəti başlayır: ay qızım, evlənəndən sonra çalış qaynata qaynananla bir yerdə qalma. Bir yolunu tap. Ya sizə başqa bir ev alsınlar, ya da evi hədiyyə etdir özünə. Sabah boşanarsan eləyərsən, heç olmasa evdən sənə də bir pay çatsın. Sonra toy şousu başlayır. Gəlin köçən qıza ata xeyir-dua verir. Sonra qız göz yaşlarına boğulur. Fikir vermişəm ki, əksər göz yaşlarına boğulan qızların 2 aydan sonra elə ata evində özləri gözdağına çevrilirlər. Toy yiyəsinin, bəylə gəlinin gələcək həyatı heç umurlarında deyil. Toy boyu nigarançılıqla görəsən toyun pulu yığılacaqmı? Qonaqlar nə qədər salacaq? Biabır olmayacaq ki, düşüncəsi ilə yalançı sevinclə qonaq qarşılayırlar. Gəlin atası güya ağırdır, oynamır. Gəlin qardaşı ciddidir, fikirlidir. Gələn qonağında vecinə deyir, heç bəylə gəlinin bəlkə adını da bilmir. 100 manat salmışam, marojna da yeməliyəm, kabab da, plov da yeməliyəm. Bir 2 butulka da araq içməliyəm, bir 2-3 mahnı da oynamalıyam. Qısacası kiminki kimə bəlli deyil. Toy bitdi. İndi də yengə rolunun ifaçısı qızın ya xalası ya bibisini dərd götürür ki, aya, bu gecə Yapon bayrağı sallanmasa, məni də bu qıza qatıb başımı keçəl eləyib eşşəyə tərsinə mindirib yola salacaqlar. Qısacası, ilk başda sevgi ilə tanış olan cütlükləri bizim köhnə mentalitetimiz gətirib yalan, mənfəət, saxta əməllərə çalır. Ona görə də Azərbaycanda boşanmalar Avropadan qat-qat çoxdur. Bu Azərbaycanda son dönəmlər sevgi, məhəbbət artıq boş şeydir əzizlərim. May ayının sonlarıdır. Çiyələk, alça, göycənin sezonudur. Gedin yeyin, başınızı atın yerə, rahat yatın görə sabah başımıza nə gələcək. Və mənim bu sarkazm çıxışımı da qulağınızda sırğa edin. Ötən həftənin ən səs-küylü hadisələrindən biri də orta məktəblərin birində baş verdi. Az yaşlı şagird öz şagird yoldaşını yumruq zərbələri ilə xəsarət yetirdi. Amma bununla da kifayətlənməyib, bu kadrları lent aldı. Dünən az yaşlının bir məktəblinin kitab qabağında oturub elm öyrənməsi əvəzinə bugün öz şagird yoldaşını qəddarcasına döyməsi və bu qoçuluğu lentə alması gələcəyimizin təhlükəsindən xəbər verir. Bugün həmin zorakılıq edən dırnaqarası qəhrəman şagirdin valideyninin səs yazısına qulaq asmışdım, anasının. Bu hadisədən də çox mənə təəssüflü gələn elə o səs yazısı oldu. Ana deyir ki, uşağımı söyüblər, o da əcəb edib. Sonra təhqirlə blogerə xox gəlib uşağını müdafiə edir. Dəhşətdir valla.
döyülən uşaqdan tutmuş, valideynindən tutmuş, uşaqlara pis örnək olduğu üçün bütün Azərbaycan cəmiyyətindən üzr istəmək əvəzinə hələ uşağa haqq qazandırıb kiminsə təhdid etmək nə deməkdir? Başa düşə bilmirəm mən. Belə uşaqları ayırd edib, indidən çətin tərbiyə olunan müəssisələrə zorla yerləşdirmək lazımdır. Hamımız balalarımız üçün əsirik. Özümüz yemirik, içmirik, balalarımızı yedirdirik, içirdirik ki, geyindiririk ki, gedib bir məktəbdə belə bir harınlamış uşaqdan yumruq yesin. Döyülən uşağın gözü tökülsəydi nə olacaqdı? O döyülən uşağın valideyninin yerində özünüzü hiss edə bilirsinizmi? O valideynin yerində özünüzü qoya bilirsinizmi? Bu hadisənin günahını məncə, mənim subyektiv fikrimdir, nə məktəbdə, nə də təhsildə axtarmaq doğru deyil. Biz valideynlərin bir çoxu uşaqlarımızı döyüş, idman növləri olan məktəblərə aparıb zorla qoyuruq. Bilirsinizmi niyə? Biz uşağımızı gələcəkdə Azərbaycan bayrağını dünya arenalarında dalğalandırmağa, ucaltmağa görə qoymuruq. Ha? İdman sağlamlıqdır devizinə görə də qoymuruq. Bilirsinizmi nəyə görə qoyuruq? Əskərlikdə uşağımı döyməsinlər. Birini digər əskər vursa, birini də mənim balam vursun. Məktəbdə sinif yoldaşları onu vurmasın, qorxsunlar ondan. Qoy mənimki onları döysün. Nəticədə də gələcəyin bir cinayətkarını, qatilini biz valideynlər öz əllərimizlə yetişdiririk. Ailəsinin 5 üzvünü qətl edən Əhməd də döyüş növlü idman məktəbinə getmişdi. Neftçilərdə anasını bıçaqlayan cavan oğlan da döyüş idman növü ilə məşğul olmuşdu. Valideyni ilə birlikdə oturub Əşrəf Rüya serialına, Kurtlar Vadisi dizisinə, Eşqiya dünyaya hökmdar olmaza, Yeraltı dünyası adlı seriala baxan uşağın gələcəyi nə olacaq sizcə? O vətənə sevgini də adam öldürməkdə, namus qeyrəti də tapança ilə adam vurmaqda görəcək də. Valla kriminal bir gənclik yetişir, əzizlərim, gələcəkdə. Bax, əsl həyəcan təbili budur. Mən bu xalqın gələcəyindən çox narahatam. Valla çox narahatam. Allah Azərbaycanımızı, gələcəyini, gənclərini qorusun. O gözəl balalarımızı qorusun. Elə Allah hamımızı qorusun. Allah sizləri də qorusun. Qorusun ki, gələn həftə bu zaman yenə efirdə rastlaşaq. Bu həftəlik bu qədər. Gələn həftə görüşmək ümidi ilə. Kanalımıza abunə olub bəyənməyi bir daha xahiş edirəm. Hələlik.